Bir dəfə bir proqramımızda bizim dəyərli alimlərimizdən biri qeyd elədi ki, biz o qədər qadınlara vur dedik ki, indi vur yox, dur demək zamanıdır. Yəni siz nə düşünürsüz? Biz doğrudan da bu təbliğatlarla çox həddindən artıq vurmu dedik, yoxsa necə? Ümumiyyətlə gender mövzusuna yanaşma belədir. Gender deyəndə kişi və qadınların hüquq bərabərliyindən söhbət gedir. Amma kişi və qadın münasibətlərində var bioloji proseslər, var hüquqi proseslər. Yəni bunlar qarışdırılmamalıdır. Nə üçün qadınlar daha çox qabardılır? Mən razıyam. Problem gender təhlili araşdırılanda, tutalım ki, zorakılıq nöqteyi nəzərdən daha çox qadınlar zorakılığa məruz qalırlar, nəinki kişilər. Ona görə, yəni bu pərsəngi düzəltməkdən ötürü biz qadınların hüquqları ilə daha çox məşğul oluruq. Onların iqtisadi hüquqlarının güclənməsidir, onların əmək hüquqlarının güclənməsidir və başqa sahələrdə qadınların daha güclü olması nöqteyi nəzərdən bu tədbirlər həyata keçirilir. Biz kişilərin də hüquqlarının pozulmasını görürük. Biz uzun illər bu gender qanununun təbliği ilə məşğul olmuşuq komitə olaraq. Amma istədiyimiz nəticəni əldə edə bilməmişik. Deməli, bir qanunun yerinə yetirilməsi ilə bağlı ələlxüsus sosial qanunlar qəbul olunanda onun yerinə yetirilməsi ilə bağlı, onun implementasiyası və yerinə yetirilməsi ilə bağlı bir tədbir görmək lazımdır. Məsəl üçün, Cinayət Məcəlləsidir, o işləyən qanundur. İstəsən də, istəməsən də o qanun işləyir. Amma sosial qanunları, birinci insanlar tam dərindən dərk eləmirlər, onlara tam bütövlükdə çatdırılmır. Biz bu sosial qanunları əksinə hər bir vətəndaşa çatdırmalıyıq və hər bir vətəndaşa çatdırmaqdan ötürü bir sistem qurulmalıdır. Və o sistemin qurulması ilə bağlı komitə olaraq biz bələdiyyələri bu işə qoşmuşuq. Ən böyük kasıblıq insanların bu qaydaları, bu qanunları bilməməzlikləridir. Və düşüncə də gender deyəndə elə bilirlər qadın hüquqlarını biz müdafiə eləməyə çıxırıq, amma elə deyil.